Şəxsi tikili 3 sot torpaq sahəsində. Tam mülkiyyət kupça, yəni torpağın və evin kupçası olan belə bir gözəl həyət ev təqdim edirəm sizlərə. Evimiz yerləşir Xırdalan şəhərində. Riyad Ticarət Mərkəzinin tam olaraq arxa hissəsində 2-ci Milyonçular məhəlləsi deyilən ərazidə. Hündür, quru bir ərazi, çox səliqəli, planlı şəkildə tikilmiş evlər, geniş həyət hissə, 3 sot torpaq sahəsi tam olaraq çıxarışda, zirzəmi hissəsi də var, görürsünüz. Yerdən kürsülüdür. 6 otaqdan ibarətdir, dəyərli izləyicilərimiz. Çox möhtəşəm bir tikilidir. Mərtəbə arası monolit beton. Bir sözlə, şəxsi istifadə üçün tikilmiş bir həyət evidir. Daxil oluruq dəhlizimizə. Belə bir dəhlizimiz var. Sağda qonaq otağımızdır. Döşəmə birinci növ parket, 4 bir tərəf cütdaş, mərtəbə arası monolit beton. Şəxsi istifadə üçün ideal tikintidir aparılıb bu hissədə. Evimiz təxminən 300 kvadrat metrdir. Burada bir yataq otağımızdır. Evin arxa hissəsinə də keçməyə buradan yer var, baxın. Yəni tam olaraq arxasına keçib fırlanmaq mümkündür. Birinci mərtəbədə yerləşir qonaq otağı, yataq otağı, mətbəximiz. Bu hissədə mətbəx. Görürsünüz, mətbəx mebelimizi yığılıb bu hissədə. İkinci mərtəbəyə qalxan pilləkən. Hamam sanuzellər ayrı-ayrılıqda. Görürsünüz bu hissədə. Hamam sanuzelimiz, bu hissədə hamam otağımız tam olaraq aksesuarlarla təchiz olunmuş. Şəxsi istifadə üçün bütün hər bir şey nəzərdə tutulub və yığılıb. İndi isə qalxıb ikinci mərtəbəyə. Mərmər pilləkənlərlə. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə ilk olaraq sağdan bir otağımız. 4 yataq otağımız var ikinci mərtəbədə. Solda digər yataq otağımız. İstilik sistemi, kombi sistemi çəkilib hazır. Digər otağımız bu hissədə. Bütün otaqlarımız geniş ölçüdədir ya. Dəyərli izləyicilər, bu evin bütün üstünlüklərini qeyd etdim. Bir minus cəhəti var. Onu da qeyd edim sizlər üçün. İkinci mərtəbədə hamam sanuzel nəzərdə tutulmayıb. Onun üçün də alternativimiz var. Mən sizlərə qeyd edəcəm. Burada da eyvan hissəmiz var. Mərtəbə arası monolit betondur. Deməli, ikinci mərtəbədə 3 yataq otağından istifadə edirik. Bir kiçik yataq otağının yerinə rahatlıqla hamam sanuzel, birinci mərtəbənin üzərində olan hamam sanuzelin üzərində ikinci hamam sanuzeli yaratmaq mümkündür. Sənəd paket kupçadır. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz.